Ramiz Mehdiyevin Azərbaycan xalq, baxın, özəlləşdirmədən götürək. Özəlləşdirmə vaxtı Ramiz Mehdiyev bunun başçısıydı. Evet. Azərbaycanda 60 milyar dollarlıq özəlləşdirmə mülkiyyət vardı, onu 4 milyarda hesabladılar. Bugün həmin əmlak kimin əlindədir? Yadınıza gəlir, 9 may paradı ilə bağlı Azərbaycanda baş verən hadisə. İlham Əliyev imtina elədi, Moskvaya getmədi. Bir nəfər adam, sonra kim oldu adam? Məlum oldu ki, bu adamın zavodları var, fabriklər. Bu adam böyle. O adam necə özəlləşdi bu zavodu fabrik? Deməli, Ramiz Mehdiyevin rəhbərliğində Rusiya xidmət edən adamlar özəlləşdirmədə birincilik verildi. Azərbaycan mülkiyyətinin böyük əsasını onlara verdilər. Burada çox böyük bir cinayət var. Vətənə xəyanət deyirsən. Özəlləşdirmə haqqında qanun əssən, özəlləşmiş müəssisənin profilini dəyişmək belə Nazirlər Kabinetinin qərarı olmaz. Məsələn, siz bir corab fabrikini özəlləşdiribsiniz, onu istəyirsiniz, ayaqqabı fabriki eləyəsiniz, Nazirlər Kabineti qərar vermir. Amma Azərbaycanda mindən axır müəssisə özəlləşdiriləndən bir neçə ay sonra tamamilə dağıdıldı, yox edildi. Bu da Azərbaycanda 2 milyondan artıq işçi deməkdir. Bu da Azərbaycanda əhalinin sosial-iqtisadi vəziyyətinin 100 dəfə ağırlaşması deməkdir. Bu da Azərbaycanın neftdən asılı bir dövlətə çevrilməsi deməkdir. Baxın.